tamaşaçılarımız, biz bu günlərim Cəlilabad rayonunun Xəlilli kəndində gözəl ziyalı bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim, necəsiz? Siz yaxşı olsun. Müəllim, özünüzü təqdim eləyərdiniz. Mən Hüseynov Yavər Xanışoğlu 1946-cı ildə elə bu kənddə, Xəlilli kəndində kolxozçu ailəsində anadan olmuşam. Sonra orta məktəb bitirmişəm. Orta məktəb bitəndən sonra Texnikuma girmişəm. Bakıda yerli sənaye texnikum vardı o vaxtı. Sonra orada məni hərbi xidmətə apardılar. Hərbi xidmətdən qayıdandan sonra ixtisasımı dəyişdim. Getdim Lənkəran pedaqoji məktəbinə girdim. Oranın yaxşı qiymətlərinə başa vurdum. Gəldim 2 il işlədim, müəllim işlədim. 2 ildən sonra Azərbaycan keçmiş Lenin adına İndiyan Dövlət Universitetinin Filologiya fakültəsinə daxil oldum. Filologiya fakültəsinə daxil olan ilindən məktəbimizə müvəqqəti olaraq mən məktəb direktoru işlədim. Sonra işlədiyim müddətdə bu Xəlilli kəndində Gəzişlər direktor müavini, təşkilatçı müavini. Çox gözəl. Mənim neçə il fəaliyyətdə olmusunuz? Cəmi mən 50 il pedaqoji fəaliyyətim var. Onun 34 ilini tam orta məktəbin direktor vəzifəsində işləmişəm. Mənim hansı məktəblərdə çalışmısınız? Sifdə qutaranda Sifdə getdim, qonşu Xəlilabad kəndi var. Bizdən bir 2 kilometr orada işlədim. Orada işləyəndən sonra kəndimizdə kənd ağsaqqalları ilə köməkləşdik, məktəb tikdik. Sonra gəldim bu məktəbə. Müəyyən dövr müəllim işləyəndən sonra təşkilatçı müavini, direktor, tədrisçi direktor müavini, çox gözəl. Məktəb direktoru. Müəllimin ən böyük uğuru yetişdirdiyi şagirdləridir və siz də indiyənə qədər nə qədər pedaqoqlar, həkimlər, müəllimlər yetişdirmisiniz. O şagirdləriniz haqqında bizə də bir danışardınız. Qızım, mənim 79 yaşım tamam olub. Allah ömür versin. Mən öz peşəmlə, apardığım vəzifə ilə işlədiyim məktəblə fəxr eləmişəm. Mənim dövrümdə hər ildə heç olmasa 20 uşaq, 25 uşaq qutardı orta məktəb. Onun 5-6-sı 6 təhsil məktəblərə qəbul olurdu. Mən peşəmlə, vəzifəmlə fəxr eləmişəm. İndi də fəxr edirəm. Ən xoşbəxt adamam ki, mənim işlədiyim məktəbin, işlədiyim məktəbdə indi işləyən müəllimlərin 90% mənim öz şagirdlərimdir. Çox gözəl. Biz də buradan təşəkkürümüzü bildiririk həmən o şagirdlərə. Müəllim, neçə evladınız var? Mənim 10 evladım var. Allah sağ eləsin. Hamısı yer verləmişəm. 5 qızdı, 5 oğlandı. Hamısı yer verləmişəm. Siz nəvəniz var? 20 dənə nəvəm var. Allah sağ eləsin. Nəticəniz varmı müəllim? 2 dənə. Allah sağ, yolunuzu davam elətdirənlərdən var? Bəli, oğlum bu dəqiqə ali təhsilli filologiya müəllimdir, məktəbdə bu dəqiqə işləyir. Sonra bir nəvəm də müharibə veteranıdır, bir nəvəm də müharibə veteranıdır. Allah sağ eləsin. Ali təhsil almışdı. Sonra magistraturunu qutardı, getdi müharibəyə. Müharibədə yüksək səviyyə adla medallarını qayıtdı, ona dövlət iş verib. İndi həm işləyir, həm də qardaşı da onun yanındadır. Çox gözəl, çox gözəl müəllim. Biz də sizin haqqınızda kənddən soraqlaşmışdıq, çox gözəl rəylər bildirdilər. Biz də xoş oldu, fəxr oldu ki, sizin kimi dəyərli müəllimlərlə gəlib çəkiliş edirik. Allah ömrünüzü uzun eləsin müəllim. İnşallah ki, xoş günlərdə görüşək. Və buradan gələcək şagirdlərə, əvvəlki şagirdlərinizə nə tövsiyə edə bildirərdiniz? Bizim vəziyyətimiz, bizim vaxtımızda indikində yerlə göy qədər qat-qat fərq var. Bizdə tamam başqa idi, indi tamam başqadır. Nəysə, mən indi ümumi məktəblərdə vəziyyət məni çox qane eləmir. Məsuliyyət məsələsi var. Həm valideynin məsuliyyəti, həm şagirdin məsuliyyəti, həm məktəbin məsuliyyəti, həm məktəbə baxan o qurumların məsuliyyəti qabaqki səviyyədə deyil. Uşaqlar indi telefonla, televizorla, internetlə, ağlına gələn hərəkətlərin verilişlərə baxırlar olar. Nəysə, çətindir vəziyyət. İndi ümumiyyətlə müəllim işləmək çətindir. Ancaq mən bir dənə şey deyirəm. Bizim vaxtımızda müəllimlər qəşəng dolanırdı.
Amma indi müəllimlərin ümumi vəziyyəti yaxşı deyilsəndir. E, Məsələn, Bakıdan bura, bizim kənddə müəllimlər Bakıdan bura, oldu. amma müəllimlər indi məktəbə gəlsin, işlər ondan, nəysə belə dolaşır. O maddiyat barədə o Ha, qədər. vəziyyəti, Hı. belə müəllimlər nəysə də, belə gəlir, dövlət O- müəllim, məktəb dövlət üstünü deyir, xəbəriniz varsa. Müəllim, məktəb, millətə sevgi, məhəbbət məktəbdən başlayır. Bəli, bəli. Məktəbdən başlayır. Müəllim çox sağ olun. Təşəkkürümüzü Bir də bizə bildiririk. söz deyim, mən onunla fəxr edirəm. Mən 34 il artıq orta məktəbin direktor işləmişəm. Nə gözəl, nə gözəl. O mənim harda görürlər, gəlirsiniz, mənlə zarafat edirlər, söhbətləşirlər, dərdləşirlər, Çox gözəl. məsləhətlər alırlar. Çox Mən gözəl. onlarla fəxr edirəm. Siz inanın, bu sözü mən deyirəm, yazarsınız. Mən işlədiyim dövrdə, indi də öz şagirdimi, mənafiyi öz ailə uşaqlarıma verməmişəm. O qədər uşağa mən həssas olmuşam. Çox sağ Uşağı olun. sevmişəm. Allah ömrünüzü Məktəbi uzun eləsin. sevmişəm. Gəl, 2 dəfə məktəb tikmişəm kənddə. Çox Ağsaqqalıq eləyib məscid tikmişəm. Ağsaqqalıq eləyib körpü salmışam. Çox sağ Ağsaqqalıq olun. eləyib yol çəkmişik. Çox sağ olun. Kəndin Allah bütün razı olsun müəllim. Ən vacib işlərində mən fəal iştirak etmişəm. Özü cəmaət məni sayır. Çox sağ olun müəllim. Təşəkkürümüzü bildiririk. Allah ömür versin sizə.